Aprelin bugün 24-dür. Sabahınız xeyirli olsun. Sağlam radioda, Sağlam Təhsildəsiz. Sizinlə Samirədə əziz dinləyicilərimiz. Bugün də Sağlam Təhsil proqramımızda maarifləndirici, faydalı mövzulara müzakirə edəcəyik, toxunacağıq onlara və bilirsiniz ki, həm biz fiziki, həm də zehni sağlamlığımızı daha da belə deyək də qorumaqla məşğuluq və bugün də proqramımızda Sən Birsən layihəsinin təsisçiləri və eyni zamanda bu komandanın üzvləri çıxış eləyəcək. Əvvəla birazdan bizə qoşulacaq Sən Birsən layihəsinin təsisçisi Fəridə xanım Quluzadə. Əslində punktual xanımdır, amma bir balaca nəyə görəsə yuvanır. Təbii ki, layihə ilə bağlı təbii ki danışacaq. Bugün də Sən Birsən layihəsinin məqsədi nədən ibarətdir? Amma məhz Sən Birsən layihəsinin digər bir komandasının üzvü var hal-hazırda. Elə istəyərdim ki, həm sizi onunla tanış edim. CIBS Təlim Psixologiya Mərkəzinin psixoloqudur Nərmin xanım Şahverdiyevadır. Bugün Sağlam Radioda, Sağlam Təhsildə. Nərmin xanım, xoş gəldiniz. Xoş gördük Samirə xanım. Dəvətiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik, dəvətimizi qəbul etmisiniz və hər zamanki kimi maarifləndirirsiniz insanları, tamaşaçı dinləyicilərimizi və maraqlıdır ki, Sən Birsən layihəsi haqqında biz artıq bir neçə həftələrdir ki, məlumat əldə edirik, öyrənirik. Əslində məqsədi ilə bağlı Fəridə xanım proqramımızda olanda, çıxış eləyəndə deyib kifayət qədər. Amma istəyərdim ki, Nərmin xanımın bir psixoloq kimi bu komandaya daxil olması hansı zərurətdən yarandı və ümumiyyətlə Sən Birsən layihəsində psixoloqa ehtiyac var idimi? Başlayaq bundan. Bəli, çox gözəl mövzuda toxundunuz. Ümumiyyətlə Fəridə xanımla təklif gələndə bir psixoloq kimi bu layihədə iştirak etmək barədə mən çox böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Çünki hər zaman mənim də xəyallarım, arzularımda bu olub ki, məhz insanların ruhuna toxuna bilmək, onların həyatına toxuna bilmək, onların daxili potensialını açıb, inkişaf etdirmək və həyat yolunu işıqlandırmaq kimi arzularım olub və bu arzuları da bu layihədə reallaşdıra biləcəyimə görə çox böyük belə deyim, həvəslə layihəyə qoşuldum. Bəli, Sən Birsən Beyin Mərkəzi cəmiyyətin zehni, zəkası funksiyasını rolunu oynayan mühüm bir platformadır. Biz Sən Birsən komandası olaraq insanların daxili potensialının açılmasına kömək edirik. Eyni zamanda onların mənəvi və peşəkar inkişafına köməklik edirik. Sən Birsən ümumiyyətlə İnsan kapitalının formalaşdırılmasına yönəlmiş bir platformadır. İnsan kapitalı hal-hazırda dünyada belə deyim, ən çox diqqət ayrılan, ən aktual mövzulardandır. Cənab Prezidentimiz İlham Əliyev də dəfələrlə çıxışlarında vurğulamışdır ki, Azərbaycanda bütün vasitələrlə insan kapitalının hər yolla inkişaf etdirilməsinə çalışmaq lazımdır. Hətta 2012-ci ildə İlham Əliyevin imzaladığı Azərbaycan 2020-ci illər uğura aparan yol inkişaf konsepsiyasında əsas müddəalarından biri məhz bütün vasitələrlə dövlətimizdə insan kapitalının gücləndirilməsi olubdur. Və biz də bu, belə deyək də, gözəl missiyanı öz üzərimizə götürürük və bacardığımızı, belə deyək də, hətta bacarmadığımızı da artıqlamasından yerinə yetirəcəyimizə əminik. Deyim ki, deməli... Əslində, layihənin adı özü çox şey deyir. Sən birsən, yəni hər bir işdə insan birinci ola bilər. Yəni bu bir növ öncəlik bir missiyasını belə deyək bildirir həmin insana. Məsuliyyəti, yəni insanın öz üzərinə çəkmək. Bəli. Yəni adətən insanlar psixoloji olaraq ümumiyyətlə məsuliyyətdən yayınmağa meyllidirlər. Belə deyək də, gözləyirlər ki, kimsə nəsə eləsin bizim üçün, nəsə irəli çəksinlər, nəsə ya məni gəlsinlər, kəşf etsinlər. Amma əslində hər bir, belə deyək də, işıqda, potensial da insanın öz daxilindədir. Sadəcə onları doğru, düzgün yönləndirmək lazımdır. Aha. Siz, belə deyək də, həm bu komandanın üzvüsüz, amma belə deyək, psixoloq kimi bu komandaya, bu layihəyə qatılanda, Nərmin xanım, sizin özünüzdə nə dəyişdi? Mənim özümdə, əvvəl onu deyim ki, elə çox gözəl vurğuladınız. Bunu bir etiraf etmək istəyirəm əslində burada. Fəridə xanımla tanış olduqdan sonra, bu layihənin təsisçisi odur, mənim özümdə olan potensialları, belə deyim, kəşf etdi və onu üzə çıxarmasına mənə kömək etdi. Yəni mənim hardasa, bunda mən
ona daha da inamım və rəğbətim artdı ki, əgər bu insan bunu ətrafındakı insanlara edə bilirsə, demək ki, bu yaratdığı platformada da biz bir olub, bunu bir çox insanlara belə deyək, istirahət edə bilərik, ötürə bilərik. Layihəyə qədər tanış deyildiniz. Layihəyə qədər yox, tanış deyildik. Məhz Sən Bilirsən layihəsi belə deyək də sizi birləşdirdi. Demək ki, bir çox insanlar özünü kəşf eləyə bilər Sən Bilirsən layihəsinə qatılarkən və təbii ki, yəni bu layihədə iştirak etmək istəyənlər varsa, biz onlar üçün də şərait yaradırıq. Hər zaman deyirik, hara müraciət etməyə lazımdır. İndi Fəridə xanım gəlinə qədər Nərmin xanım, siz bu missiyanı öz üzərinizə götürün, biraz bu barədə məlumat verin. Bəli, verəcəm. Mən ümumiyyətlə istəyirəm dünyada insan kapitalına olan tələbat barəsində danışmaq istəyirəm icazənizlə. Birinci söyləyin, necə müraciət etsinlər sizə? Necə müraciət edəcəklər? Fəridə xanım özünə ya sosial media hesabına, sosial media hesablarımızdan müraciət edə bilərlər. Açıqdır, bütün belə deyək də sosial platformalarda demək olar ki, bizim hesabımız, nömrələrimiz var. Və insan kapitalı ilə bağlı danışmaq istəyirdiniz. İnsan kapitalı dünyada hal-hazırda bilirik ki, sürətlə təbii resursların tükənməsi prosesi gedir. Artıq bir çox ölkələr resursların tükənməsi fonunda artıq insan kapitalına neçə illərdir sərmayə qoymaqda davam edirlər. Və qarşımızda bir neçə model ölkələr var. Hansı ki, məsəl üçün Finlandiya, Norveç, bizim kimi neft ölkəsidir Norveç. Bəli. Bizim kimi Norveç ölkəsi. Bizim kimi bəli, neft ölkəsidir, amma insan kapitalına qoyduğu sərmayə nəticəsində hal-hazırda belə deyək də dünyada qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda Yaponiya, Singapur, Cənubi Koreya, İsrail kimi ümumiyyətlə heç bir resursa malik olmayan ölkələr var ki, heç bir faydalı qazıntıları, təbii sərvətləri yoxdur. Amma hal-hazırda dünya iqtisadiyyatında öz sözlərini belə deyək də demələrinə səbəb məhz insan kapitalına sərmayə ayırmalarına görədir. Yəni buna borcludular. Belə deyək, artıq dünyada neft erası bitir, bir çox faydalı qazıntıların erası bitir, artıq insan resurslarının, insan kapitalının inkişaf etdirilməsi dövrü başlayır. Artıq belə deyək, post-resurs dövrünün bitdiyini əminliklə deyə bilərik. Artıq insan resursları, daha doğrusu intellektual resurslar erası başlayır. Artıq belə deyək də yeni bir dövrdür. Tək belə deyək, intellektual yox, insanın bacarıqları, ideyaları, yaradıcılığı, bütün bunlar artıq resurs sayılır. Belə deyək, psixoloq kimi də onu deyə bilərəm ki, tək insan kapitalı deyərkən tək belə deyək, IQ-su, tək zəkası nəzərdə tutulmur təbii ki, tək intellekti nəzərdə tutulmur. Eyni zamanda insan kapitalına psixoloji sağlam insan resursları da aiddir. Burada da artıq biz psixoloqların öhdəsinə çox böyük belə deyək də missiya düşür. Bizim işimiz necə kömək edə bilərik insan kapitalının formalaşmasında? İnsanlarda özünə dərk etməni, özünü tanımanı formalaşdırmaq, emosional zəkanı formalaşdırmaq, empatiya hissinin qurulması, sosial adaptasiya, ümumiyyətlə sosial mühitlərə, sosial qruplara rahat adaptasiya olmalarını belə deyək, sağlamaq, eyni zamanda peşə seçimində, məsəl üçün gənclərdə peşə seçimində onların öz potensiallarına uyğun peşə seçimində kömək edə bilərik. Təbii ki, əməkdaşlıqlar sayəsində bu iş imkanları yaranır, karyera daha da genişlənir. Bəli, biz bunu təlimlər vasitəsilə, workshoplar vasitəsilə, universitetlərdə, məktəblərdə, sosial qurumlarda təlimlər və digər belə deyək də vasitələr vasitəsilə kömək edə bilərik insanlara. Səhv etmirəmsə, bu yaxınlarda planlaşdırırsınız bir layihəni reallaşdırmağı, forum şəklində hətta bildiyim qədərilə, yoxsa daha geniş belə deyək, desəz, bu haqda məlumat versəz, buyurun. Bəli. Bu yaxınlarda artıq biz həm bizim saytımız artıq işıq üzü görəcək, belə deyək, Fəridə xanım özü gəlib daha ətraflı bu haqda danışacaq.
O zaman Fəridə xanımı birazdan qarşılayarıq. Studiyamızda olar, geniş məlumat verir. Mən sizə xatırladım ki, bu gün Sağlam Təhsildə Sən Birsən layihəsinin təsisçiləridir. Təsisçi Fəridə Quluzadə birazdan qatılacaq proqramımıza, amma hal-hazırda elə CIBS Təlim Psixologiya Mərkəzinin, eyni zamanda qeyd etdiyimiz kimi Sən Birsən layihəsinin beyin mərkəzinin komandasının bir üzvü psixoloq Nərmin Şahverdiyeva studiyamızdadır. Qayıdacağıq, Sağlam Təhsil davam edəcək. Maraqlı faktlarla istəyərdim ki, sizi tanış eləyim. Çünki dünyada təhsillə bağlı çoxlu faktlar var və istəyərdim ki, elə bu faktlardan birini sizin üçün səsləndirəm. Mənlə gəlir ki, dinləyicilərimiz üçün də bu maraqlı olar. Dinləyək. Sağlam təhsil. Sizi xoşbəxt gələcəyə aparan qapı. Təhsildə maraqlı faktlar. Avropanın ən maraqlı ölkələrindən biri Niderlandda uşaqlar 4 yaşında məktəb yaşına çatdıqdan sonra məktəbə gedirlər. Hələ tezdir, sizcə də elə deyilmi? Amma Niderland dövləti əksini düşünür. Təhsildə maraqlı faktlar. Müasir dünyanın ən inkişaf etmiş ölkələrindən biri, 2 dövlət dili olan Kanadada şagirdlər və tələbələr 2 dildə, ingilis və fransız dillərində təhsil alırlar. Öz maraqlı karnavalları ilə məşhur olan Braziliyanın təhsil sistemində maraqlı məqamlar var. Bu ölkədə nahar yeməyini ailə ilə birlikdə etmək çox vacib sayılır. Uşaqların nahar vaxtı təhlillərini bitirib ailələri ilə birlikdə yeməyə evə qayıtması üçün məktəb günü çox erkən başlayır. Səhər 7-də. Dərs gününün bu cür erkən başlaması onları o qədər də incitmir. Çünki yeni gün üçün onların dərslərini etməyə və dincəlməyə çox vaxtlar olur. Bakı Biznes Universitetində may ayının 3-də World Karyera və Peşə Mərkəzinin təşkilatçılığı ilə 4-cü dəfə Təhsildəsən adlı təhsil forumu keçiriləcək və burada 14 spikerin təqdimatında təhsilin müxtəlif sahələrinə aid mövzular müzakirə olunacaq. Təhsildəsən 4 layihəsinin əsas məqsədi təhsildə uğur qazanmış, təcrübəyə malik olan təhsil işçilərinin spikerliyi ilə forumda iştirak edən müəllim, pedaqoq və təhsil işçilərinin biliklərini artırmaq və aktual təhsil mövzuları ətrafında müzakirə təşkil etməkdir və ən çox da müzakirə olunan mövzular imtahan stressi ilə əlaqədar olacaq, ixtisas seçimi ilə bağlı olacaq, xaricdə təhsil əlbəttə ki, emosional zəka, fərdi biliklər və bacarıqların aşkarlanmasına həsr olunacaq. Hətta burada süni intellektdən belə danışılacaq, xarici dillərin öyrənilməsindən danışacaq. Çünki bilirsiniz ki, World Career və Peşə Mərkəzi ən əsas bu işi görür, xarici dili öyrədir və həm korporativ şəkildə, həm də iş yerlərində müəllim təyin edərək siz də bu dilləri öyrənə bilərsiniz. Nömrə deyəcəm, forumda iştirak etmək üçün, əlaqə saxlamaq üçün 055 674 72 30-u yığacaqsınız. WhatsApp nömrəsinə yazacaqsınız və yaxud 055 674 72 30. Bizim artıq studiyamızda digər qonağımız da var. Sağlam təhsil. Daha yaxşı gələcək buradan başlayır. Sən Birsən layihəsinin təsisçisi Fəridə Quluzadə, xoş gəlmisiniz. Təşəkkür edirəm. Xoş gününüzü gələk. Necəsiz? Yaxşı. Mən bildim siz niyə görə gecikmisiniz. Niyə? Deyərəm onu birazdan. Birazdan deyərəm, amma bilirəm ki, bu aralar çox məşğulsuz, hazırlıqlar gedir. Səhv etmirəmsə, gələn həftə saytınızın açılışı olmalıdır. Ay, düz deyirsiniz. Xeyirli olsun. Təşəkkür Tamamlanıb edirəm. işlər. İşlər tamamlanıb, sadəcə qalıb indi hal-hazırda saytın video CV bazasını, yəni real artıq bir mərhələyə görə bir xəttə bazanı bir səviyyədə istəyirik ki, tam dolduraq video CV-lərlə ki, ən azı bir nümayiş olunanda video CV bazası bir vizual olaraq göstərə bilək insanlara. Sırf indi bununla məşğuluq. İnşallah birinci gün gedirik kolleclərimizdən birinə. Orada video CV-lərin çəkilişini aparacağıq. Gənclərdə ilə indi onunla danışırdım, xanımla. Dedi ki, Fəridə xanım, birinci gün gəlin, bir bütün gəncləri çəkək. Görək, işlər gedir. Aha, iş görüşmələrindəsiz. Bəli. Aydındır. Video CV ilə bağlı təbii ki, bugün də öyrənəcəyik sizdən. Yəni bir proqramımızda bu barədə ətraflı danışdınız, bir verilişimizi ona həsr elədik. Amma dinləyicilər məsələn iş imkanlarını artırmaq üçün və yaxud da ki, tələbədir. Hətta tələbə ikən səhv etmirəmsə, onlar artıq CV-lərini belə yerləşdirə bilərlər. Bunun üçün hansı kriteriyalar lazımdır? Bəli. Bunun üçün video CV bazamız üçün lazım olan bir kriteriya var. O da insanın özü. Bu qədər asandır. Yəni ayrı bir çərçivələr, ayrı bir meyarlar, heç bir ehtiyac insan varsa da artıq video CV bazasında o var ola biləcək səviyyəsindədir bizim üçün. Çünki sən birsən
beyin mərkəzi hər zaman insanda reallıqdan asılı olmadan onun olduğu yerdə onu uğura çatdırmaq üçün vasitələr hazırlayır. Və bizim fərqimiz budur. Digər CV-lərdən niyə video CV yaratmışıq? Bu hamısını biz innovasiyalar və s. bu gözəl sözdür. Son zamanlar bunu çox istifadə edirlər. Amma bəzən də yerli yersiz istifadə edirlər Samirə xanım. Çünki mən fikirləşirəm ki, artıq innovasiyalar əgər insanların rifahına, insanların ümumiyyətcə inkişafına yəni yönəlirsə, onun adı innovasiyadır. O artıq bəli, o artıq yenilikdir. Çünki bilirsiniz, siz indi reklamda dediniz ki, süni intellekt və s. forumda danışılacaq. Mən çox fikrə getdim. Mən sizə bir şey deyim. Ümumiyyətcə Sən Birsən layihəsi hər gün bir nöqtəyə varıram ki, bu elə belə yaranmayıb. Yəni bəzi fərqli layihələr var ki, onlar doğru yerdə, doğru zamanda yaranır. Sən Birsən onlardan biridir. Niyə görə? İnanın mənə ki, o insan dediyim var, kömək eləmək istədiyimiz, yola çıxdığımız o varlıq var, insan. Bugünkü kimi o qorxu biraz, həyəcan, o gələcəyə tam əminlik olmama, o vəziyyətində olmayıb. Çünki baxın, süni intellekt, mən özüm bir-iki dəfə girmişəm, baxmışam, ChatGPT-də və s. istifadə eləmişəm. İnanın mənə, Samirə xanım, bu nədir? Bu nədir? Bu bir saniyənin ərzində, saniyədən danışıram, minlərcə təcrübəni, insan biliklərini bir dəqiqədə sənə verə biləcək bir vasitədir. Bu vasitənin olması məni hələ o qədər fərqliliyimlə vahiməyə bastı. Yəni gələcək peşələri həqiqətən də böyük bir təhlükə deməyim, çünki o negativ sözləri sevmirəm, təhlükədədir amma əslində. Əgər paralel olaraq, baxın, əslində dünya miqyasında baxsaq, Google Search-də çıxanda bir təlaş var idi. Ay, Google Search çıxdı, nə olacaq bəzi işlər. Biz indi görürük ki, Google Search bizim artıq gündəlik həyatımızda, rutinimizdə əvəz olunmaz bir yeri var. O bir şey deyirlər, Google əmidən sorur, o dərəcədə yaxın olub bizə. Bir vaxt gələcək ki, təbii ki, süni intellekt də bu səviyyəyə gələcək. Amma o gələnə qədər insanlar ki, panikada olmasın, mütləq paralel insanı gücləndirən layihələr olmalıdır. Yəni deyirsiniz ki, insan beyni işləməlidir. İnsan. Bu süni intellekt qarşısında o şəkil var. Burada süni intellekt durur, burada insan durur. Üz-üzə gəlirlər onlar, Samirə xanım. O şəkili çox görmüsünüz. O şəkil əslində çox düşündürücüdür. Çünki insan onsuz da bir insanın uğuru, onun peşəsi tapması, o peşədə uğur qazanması o çətin bir prosesdir, bir yoldur. İndi bu yolun ortasında çıxıb süni intellekt. O onun qarşısını, əməlli başlı uğur yolunun qarşısını ala biləcək bir vasitədir. Amma özünüz də istifadə edirsiniz. Paralel olaraq insan güclənsə və başa düşsə ki, bu süni intellekti, bu proqramı yaradan elə insandır da. Onu dərk eləsə, ondan qorxmamağı, ondan doğru istifadəni, onunla məcazi mənada dostlaşmağı və ona belə yaradıcının kim olduğunu göstərmək ki, mən səni yaratmışam. Ay ChatGPT, mən də səndən qorxmuram. Bu bir söz kimi yox. Bu real olaraq insanlara, bax o güc, biz niyə onu gücləndirmək istəyirik? Ki o heç nədən qorxmasın. Bilsin ki, bunu yaradan da, bunu istifadə eləyən də odur. O, hər şey onun əlindədir. Yaxşı ki, bu müzakirə olunacaq forumda. Mən elə böyük bir səbirsizliklə gözləyirəm. Süni intellektlə bağlı insanlar nə düşünür, gələcək nə gözləyir bizi. Ümumiyyətlə, maraqlı mövzular müzakirə olunacaq. Aktualdır. Əlbəttə ki, layihələrinizlə bağlı danışaq. Yəni, hələ ki, işıq üzü görəcək. İnşallah gələn həftə saytınız. Yeri gəlmişkən necə adlanacaq saytınız? goodjob.az
Saytımız goodjob.az adlanır. Çünki inşallah ki bundan sonra ilk modelimizi Azərbaycanda tərtib eləyib. Onu siz bilirsiniz ki, ilk olaraq pilot layihədə mənfi, mütfət cəhətlər olur. Onu tam analizini eləyib, çatışmamazlıqları, bəli. Onun üzərindən keçib artıq olsun Türkiyə ikinci step Türkiyəni fikirləşirik. goodjob.tr kimi eləmək. Sonra Rusiyanı fikirləşirik, bəli. Niyə görə bu ölkələri dedim? Çünki bu sayt sırf olaraq insan kütləsi çox olan, daha geniş xaçları çox olan, ümumiyyətcə distant iş, bu vaxt o itirimi olmasın deyin. Bax bu şəhərlərdə daha çox aktualdır. Siz bilirsiniz, qlobal böyük bir şəhərlərdən biri İstanbuldur. 10 milyona yaxın insan yaşayır orada. Moskvadır. Bu kimi şəhərlərdə bu saytın istifadəsi çox böyük bir fayda verəcək. Net olaraq deyirəm. Ona görə də inşallah buradakı modelimizi tam özümüzdə normal bir işlək vəziyyətə gətirəndən sonra bu təcrübəmizi digər ölkələrdə də istifadə eləmək məqsədimiz, qərarımız var. Aha. Məncə bu CV-nin belə deyək də ətrafında biraz danışmaq lazımdır. Lazımdır. Deməli, nələr qeyd olunacaq? Ən əsas digər CV-lərdən bunu fərqləndirən nə olacaq? Digər CV-lərdən video CV bazasının fərqi odur ki, buradakı CV-lər hamısı video formatında olacaq. Video formatında CV-nin olması nə verir? 1. Ümumiyyətcə əmək bazarının real formatda qiymətləndirilməsini göstərəcək. Yəni işləmək istəyən kadrların real bir bazası olacaq. Bu bir. İkincisi, bu baza canlı olduğuna görə artıq strateji planlaşdırma və yönəlmək çox asan olacaq. Biri var, kağızlara baxırsan, bilmirsən, hiss eləyə bilmirsən ki, bu iş axtaranlar nə istəyir. Amma bazanı bir 10, 20, 30, 40-ına baxandan sonra təhlil edə biləcəksən. Bu necə bir insanlardır, nə bir kütlədir, bunların məqsədi nədir, niyyətləri nədir və strateji gələcəyə əmək bazarı ilə bağlı doğru nöqtələrə steplar verəcək. Bu bir. İnsan üçün nə verəcək? İnsan əsas məsələ təcrübəsi az olsa da, bilikləri az olsa da, şəxsiyyətini, şəxsi keyfiyyətlərini qabağa çəkərək o bazada var olduğunu göstərə biləcək. Gəlin konkretləşdirək. Neçə dəqiqə, deadline nə qədər olmalıdır? Yəni Deməli, konkret fikirlərini söyləmək. Bəli, video CV 1 dəqiqə ərzində çəkiləcək. Video CV-ni çəkmək üçün heç nə lazımdır. Bir dənə telefon lazımdır və sosial hansı şəbəkəyə qoşulmaq, Wi-Fi olmalıdır. Niyə görə? Birinci, insan özü haqqında bir mətn hazırlayır 1 dəqiqəlik. Burada nə ola bilər? Özü təqdim eləyir, təcrübəsi varsa da iş, harda oxuyur, oxumursa da, ümumiyyətcə şəxsi keyfiyyətlərini danışır. 1 dəqiqəlik bir video çəkir. Kifayət eləyəcək. Bəli. Elə insanlar var ki, geniş təcrübəyə malikdir. Baxın, video CV bazasının standartı olmalıdır. Standart 1 dəqiqədir. Video CV bazasının əsas məqsədi insanı tam göstərmək deyil. İnsana maraq doğurmaqdır. Fokusu göstərməkdir ona. Ondan sonra onsuz da işə götürən, artıq shortlist eləyəndən sonra onu çağıracaq, ondan söhbət eləyəcək, daha ətraflı məlumat olacaq. Bir də hətta hərəkətlər belə bəlkə də diqqət cəlb eləyə bilər. Bəs nə? Adi diksiya. Diksiyadan da əlavə, yəni bəzən ola bilər ki, insan danışa bilər, çox da gözəl danışa bilər, amma məsələn onu oturan vəziyyətdə bu videonun paylaşması başqa fikirlər yarada bilər razısınızsa. Və yaxud da ki, hər hansı bir qələmdən istifadə və yaxud da ki, nə bilim, biraz özünü belə deyək, ifadə etmək baxımından da müəyyən bir hərəkətlər ona ələ verir. Gözündə işıltı belə, bəli. Gözündə sönüklük belə artıq. Çünki bu bazanı video CV-ni göndərən insan təcrübəsiz ola bilər. Amma onu baxan insanlar, video CV bazasını istifadə edən insanlar artıq təcrübəli insanlardır. Artıq minlərcə insan görmüş adamlardılar. Siz deyirsiniz 1 dəqiqə azdır. Onlar üçün 1 dəqiqə çoxdur belə. Onlar baxan kimi 30 saniyə biləcəklər ki, axtardıqları insan budur ya o. Fərdə xanım, bunu sınaqdan keçirən insan olub artıq? Bəli, video CV bazamızı ümumiyyətcə Instagram səhifəmizdə nümunələrində yerləşdirmişik. Kim istəsə sən1sən.az Instagram səhifəsinə girib baxa bilər. Bu yaxınlarda da bir neçə nümunə çəkmişəm ki, tam olaraq saytın promosu başlayanda onları istifadə edək. Yenə deyirəm Samirə xanım, bu video CV bazası həqiqətən də, bax deyirəm, sözlərimin arxasındayam. Azərbaycanda
əmək bazarının real təhlili, real göstəricisi kimi və o siz bilirsiniz ki, sən sənin ana məqsədi uğurlu insanları daha uğurlu eləmək deyil. Özünü tapmayan, Bəli. öz yolunu görməyən, İnsanları kəşf hədəfini etmək. dəqiqləşdirə bilməyən və özünü kəşf etməyən insanlara hər bir vasitənin özünü kəşf etməsinə, özünü tapmasına, öz uğur yoluna çıxmasına yol göstərməkdir. Gəlin komandanın üzvü, sən layihəsinin elə hal-hazırda üzvlərindən biri Nərmin xanımdan bir psixoloq kimi soruşaq. Nərmin xanım, tanıya bilirsinizmi insanları bir dəqiqəyə? Bir dəqiqəyə bəli, tanımaq mümkündür. Ümumiyyətlə mövzuya aid demək istəyirəm. Təbriz Hacınskinin 60 saniyədə insan tanıma sənəti kitabı var. Elə bir dəqiqə dediniz, onu xatırladım. Elə bu kitabı oxuyan insanlar mən özümdə artıq bir dəqiqəyə insanın davranışından, bədən dilindən, onun xarici görünüşündən, səs tembrindən belə insanı artıq belə deyim, analiz etmək mümkündür. Onun haqqında fikir sahibi olmaq mümkündür. Bir dəqiqəyə bunu aydınlaşdırmaq, müəyyənləşdirmək mümkündür Bəli, deyirsiniz. bəli, mümkündür. Aha, o zaman ona görə psixoloqları cəlb eləmisiniz də bu layihəyə, hə? Bilirsiniz, mən Nərmin xanımdan elə burada hamının qarşısında təşəkkür eləmək istəyirəm. O sözü çox sevirəm, gücümüzə güc qatan. Gücüm həqiqətən də layihəmizə həm səviyyə tərəfdən, həm bilik tərəfdən, ümumiyyətcə həm enerjinin gözəlliyi tərəfindən çox böyük qatqısı olan bir üzvümüzdür Nərmin xanım və hər gün Nərmin xanımla biz danışanda bir də görürsüz, mən ümumiyyətcə çox spontan bir insanam. Nərmin xanım da sakit təbiətli bir insandır. Əslində bir-birimizi tamamlayırıq. Yəni. Nərmin xanım, sizə zəng edəndə qorxmursunuz, etiraf eləyə bilərsiniz. Amma bilirəm ki, yenə Fərdə xanımdan yeni, yəni enerji dolu bir ideyalar gələcək və hər zaman da Yeri gəlmişkən açığam. sizi televiziya layihələrində də görürük. Ara sıra paylaşırsınız, bəli. Gözümüzdən yayınmır. Demək ki, gələcəkdə hər şey gözlənilə bilər. TV layihələri də ola bilər. Biz getmişdik bu yaxınlarda. Ümumiyyətcə dəyər verən gözlərə, insanlara bir daha ikimiz adından təşəkkür eləmək istəyirəm. Düz deyirsiniz. Dövlət kanallarından birini bizə çağırdılar. Bizi dəvət elədilər. İnanın ki, Instagram səhifəsindən gördülər bizim layihə haqqında. Məlumat istədilər və dedilər ki, Fərdə xanım, üzvlərinizi götürün gəlin. Elə burada beyin mərkəzindən danışacağıq. Getdik. O qədər gözəl bir veriliş oldu. Tam səmimi deyirəm. Gülaya xanıma buradan təşəkkür bildirirəm. Ümumiyyətcə bütün orada əmək keçən hamıya. Nərmin xanımdan da oturduq. İnanın 2 saat keçdi veriliş. Heç yorulmadıq. İnsan doğruları danışanda, insan doğru insanlarla danışanda heç yorulmurmuş Samirə xanım. O deyirlər həmişə Nərmin xanım ki, sevdiyin işdə yorulmazsan, mühitdə. Bəli. Bu necə doğru bir şeydir. Nə qədər çətin olsa da sırf səni sevgi bağlayır o işə. Oy. Doğru. Mən sözün düzü siz girəndə yolda çox belə niyə gecikdim? Əsl səbəbini mən bilirəm, ona görə mən deyim. Dünəndən heç yaxşı deyiləm. Türklərin bir sözü var, heç iyi deyiləm. Bəli, bəli. Siz mən sizə bir şey deyim. Bu layihəyə görə çox insanlarla görüşürəm, amma kim deyirlər ki, bu başa düşə bilər. O insanların yanına gedirəm. Bu necə də bu mənim pozitivliyim, bu mənim enerjim, bu mənim doğrularım, bu bizim yaratmaq istədiyimiz bu komanda ilə o birləşdiyimiz bu mövqe, bu layihə necə də bəzi insanları narahat eləyir, Samirə xanım. Təbii ki. Təbii ki. Yəni o qədər siz düşünürdünüz ki, rəqibiniz olmayacaq. Mən düşünürəm. Yəni necə siz o barədə düşünə bilməzsiniz? Samirə xanım, mən bilirsiniz, deyirdim ki, nə olar ki, heç kimə hər gün bir sözü deyirik, Nərmin xanım da o mənim kimi bu Təbii ki, bu düşüncədədir. rəqiblər sizi qorxutmur, çünki siz həmişə ilahi varlıqdan, yəni istəmisiniz, yəni həmişə mən fikir verirəm sizin danışdıqlarınıza. Yəni bu sizi qorxutmamalıdır. Nə əcəbsə siz belə pessimistliyə qapıldınız bir anlıq. Bir an belə qorxutmadı. Çünki yenə də deyirəm ki, onlar bir tərəfə, mən Allahımla bir tərəfə, o qalsın bir yerdə.
Biz nəyə başa düşə bilmirəm Samirə xanım. Axı bir insanın pozitivliyi, vətən sevgisi, insan sevgisi, ümumiyyətcə dəyərləri necə o birisi insanı narahat eləyə bilər? Axı o tuta bilmirəm. Layihəmdə Nərmin xanım, yəni ki, şahidimdir. Bu günə qədər monetizasiya da yoxdur. Yəni deyim ki, bizim bir böyük bir maliyyəmiz var, arxamızda gücümüz var. Doğrularımızdan, niyyətimizdən başqa bizi birləşdirən heç də yoxdur. Yəni mən onu başa düşə bilmirəm. Samirə xanım, bu mənə çox pis onu qarşılayıram. Həqiqətən də özü də görürəm ki, əməlli başlı narahat olurlar. Əməlli başlı tər basır bunları, əməlli başlı özdə axırda bir sözlə bağlı. Bilirlər ki, bu layihə mənim o ahil vətəri var ha, o ahil vətərimdir və istəyirlər elə oradan kəsələr. Bir söz deyirlər ki, Fərdə xanım, qısa konkret, ya siz dəyişəcəksiniz, ya bu layihə olmayacaq. Yəni Siz başlayanda bunları nəzərə almamışdınızmı? mən o qədər Yəni ola insanları bilər ki, o qədər insanları gözəl gözlə. Bu Nərmin xanım da elədi. Siz elə bilirsiniz Nərmin xanım elədi. Nərmin xanım da biz insanları o qədər dəyərli, o qədər bu boyda çox demirəm, bir balaca dəyər verin, sizi göylərə qaldıraq. İkimiz danışaq, zəng eləyək, 2 saat keçsin, bir də yığaq, deyək ki, ay deyək Fərdə xanım, nə gözəl insanlar idi. Axı mən başa düşə bilmirəm ki, pozitivlik, dəyərlər, dövlətə dəstək, vətənə dəstək, insanı sevmək, bunun nəyi pisdir Samirə xanım? Mən sizə sual verirəm. Bunun nəyi pisdir? Bəlkə biz görmürük. Yox, burada məsələ layihənin uğurlu olmasından daha çox yəqin ki qaynaqlanır. Təbii ki, birdən uğurlu olar, daha çox onlar kölgədə qalar. O baxımdan onlar tuta bilmir. Yəni bilirsiniz, Yəni o biri mən var belə- evi görmək, biri var evin arxasında meşəni görmək. Yəni onlar evi görürlər. Tamam, sən bir sən olsun, uğur olsun, hər şey olsun. Və başa düşmürlər ki, sən bir sənin ana məqsədi bizim gələcək nəsli özünə əmin, uğurlu, vətənini sevən, özünü tanıyan eləməkdir. Yəni Yaxşı. o da mı onların? Onda bir sual verim Bəli. sizə. Siz axı bu layihədə hər bir iştirakçını dəyişdirmək planı, yəni Bəli, məqsəd qoymusunuz da insanları, qarşı. bəli. Düzdür? Axı siz bunu bacarırsınız. Siz necə fikirlərinizlə və yaxud da ki inandırmaqla o insanları necə deyə çəkə bilmədiniz öz tərəfinizə. Mənim bir dənə xəssiyyətim var. O görürəm ki, o insan o söz varı görmür, eşitmir və də o artıq hətta bax siz bilirsiniz ki, Quranda da o bir var ki, bəzi insanların gözünü Bəli, örtür. örtmüşəm. Yəni başa düşəndə ki, o insanı mən nədir? Mümkün deyil. O dəyişən deyil. Ondan danışmağa heç polemikaya girmirəm. Amma sizə bir şey deyim. Hamıya burdan o xatırlatmanı vermək istəyirəm. Əzizlərim, sən birsən, adi bir biznes proyekti deyil. Sən sənin məqsədi insanı özünü kəşf edib, kömək eləyib, onu əsl kapitala çevirib dövlətdə, vətənimizdə insan kapitalının gücləndirilməsidir. Və baxın, biz əgər layihə üzvləri biz o insanları sevməsək, onlar bizə cavab verməyəcəklər. Bizim onlara verə biləcəyimiz ən böyük bilgiləri belə qəbul eləməyəcəklər. Bizim layihənin işi insanlara nə qədər biz çox onlara sevgi verəcəyik, o qədər çox onlar bizi eşidəcəklər. Bizə qarşılıq verəcəklər. Yəni onu başa düşməyənlər mən söz tapa bilmirəm. Ona görə çox xahiş edirəm. Nə məni, nə mənim komanda üzvlərimin insan sevərliyini, pozitivliyini, dövlət, vətən, insan sevgisi dəyərlərini toxunmayın. Toxunmayın. Kömək eləmirsiniz, dəstək olmursunuz Samirə xanım. Canınız sağ olsun. Xahiş edirəm, mane olmayın. Çünki Nərmin xanım çox gözəl bilir. Siz elə hamı elə bilir ki, Fərdə Quluzadə elə güclü bir qadındır. Bax girdi bura. Samirə xanım, o gücün qədər də həssasam mən. Bilirəm.
Həmişə o həmişə var insanlarda. Nə qədər deyir gülürsənsə, bir o qədər içində başqa cürdə olursan. Tam doğru. Yəni bunu biz demirik, bunu hər kəs yəni demək olar ki, təsdiqləyir ki, gülən insanın içində bir qəm yatır, kədər yatır, ümumiyyətlə başqa bir niyyət, hisslər yatır. Doğru. Ona görə də ilk baxışdan insanlara necə deyirlər, dəyərləndirməyin, qiymət verməyin. Fərdə xanım, mən sizə anlayıram. Təbii ki, bu uğurlar, layihələr, yəni təkcə sizdə olmur bu cür münasibət, sizə qarşı olmur. Bunu anlayın ki, yəni ilk vaxtlarda hələ bu cür layihələrə başlayırsınızsa, təbii ki, bunu işin arxasında sizə mane olanlar da olacaq. Təbii ki, nə yaxşı ki, dəstək olanlar da mənə elə gəlir ki, daha çoxdur. Çoxdur. Biz də dəstəkləyirik. Ona görə də inşallah ki, onlar unudulacaq. Siz tək ki, geri dönməyəsiz, geri durmayasınız, daha da irəli baxasınız. Mən layihələrinizlə bağlı çox böyük məmnuniyyətlə ümidlər edirəm və layihələrinizin uğurlu olacağına inanıram. Təşəkkür eləyirəm tam ürəkdən. Hamıya bir söz deyirəm ki, Allah hamının ürəyinə görə versin. Bəli. Ürəyinizi, vallah billah, ürəyinizi təmiz tutun. 2 günlük dünya deyirdik. Onun da belə bilmirəm artıq 2 gün beyarını da biz seçə bildiniz mi Nərmin xanım? Bu barədə istəyirəm Nərmin xanım da danışsın. Çünki onun fikirləri çox gözəldir. Onu indi Nərmin xanım danışa bilməyəcək, çünki söhbəti yarımçıq qalacaq. Mən də istəmirəm söhbət yarımçıq qalsın. Nərmin xanım, bayaq Fərdə xanım sizə sual verdi. Necə münasibət bəsləyərsiniz? Bu münasibət ümumiyyətlə bir psixoloq kimi necə olmalıdır sizcə? Bu yanaşma necə olmalıdır? Adətən belə vəziyyətlərdə layihə artıq hazırlanıb, demək olar ki, icra olunmaq mərhələsindədir və təbii ki, Bəli, Fərdə xanımın yəni manipulyasiyalar başlanılır. Başlanılır, bəli. Bayaq siz dediniz rəqiblər əslində rəqib deyillər. Rəqib o zaman olur ki, onlar alternativ iş qoymaq istəyirlər ortaya. Yəni burada bu məsələ deyil. Sadəcə Fərdə xanımla elə onu müzakirə edirdik ki, Fərdə xanım yaradıcı insandır. Eyni zamanda yaradıcı insanlar həssas qəlbli olur. Yəni mənim özüm də elə sizinlə bir yerdə gördüm bu vəziyyəti. Yaradıcı insanların çox incə, həssas qəlbi olur. Amma onları belə deyək də formalaşdıran da odur. Onların özünü belə deyək də o yeni ideyalarını, kreativliyini ortaya qoyan da məhz o xüsusiyyətidir. Yəni o xüsusiyyətini götürsək, axı ortada heç bir şey qalmayacaq. Yəni Fərdə xanım olmaqdan, bəli, onun o qeyri-adi, yaradıcı ideyalarını, kreativliyini aradan qaldırsaq, axı ortada heç bir şey qalmayacaqdır. Şizoid psixotipi var. Biz psixologiyada insan psixotipləri var. 12 psixotipə bölünür. Şizoid psixotipləri və Fərdə xanım o tərəfi çox güclüdür. Yəni məsəl üçün Einstein, dünya belə misal gətirsəm, Səttar Bəhlulzadə. Bu insanlar bəli qeyri-adi olur. İnsanlarla münasibətdə fərqli ola bilərlər. Amma fakt budur ki, dünyada olan bütün qeyri-adi ideyaları, dünyanın belə deyək, irəli aparacaq bütün fikirlərin müəllifləri də bu insanlardır. Yəni biz hər bir belə deyək də inkişafda olan bir şeylərə görə o insanlara borcluyuq. Yəni onlar da keçiblər bu yoldan demək istəyirsiniz. Keçiblər bu yollar, onlar heç vaxt standartlara tabe olan insanlar olmayıbdır. Hər zaman stereotipləri qıran insanlar olubdur. Yəni ümumiyyətlə inkişafa aparan insanlar mütləq stereotipləri qırmalıdır. Çox doğru. Yəni sərhədlərin içərisində gedən insanlar heç vaxt yeni bir şey qoya bilməyəcək ortaya. Fərdə xanımı da incidən odur ki, yəni biz məni də komanda üzvü kimi məhz o sərhədlərdən çıxa bilməyən insanlar indi Fərdə xanımın belə deyək qol qanadını qırmaq istəyirlər. Amma qırılmayıb. Mən biləni bu cür insanların qol qanadı elə tez qırıla bilməz. Mümkün deyil, sadəcə o anlıq duyğu durumunun belə deyək də biz gördük, yansımasını gördük hal-hazırda. Əlbəttə ki, sadəcə təbii ki, sən bir sən layihəsinə biz komanda olaraq bütün ruhumuzu, ürəyimizi qoymuşuq və bu layihənin davam etməsi üçün də əlimizdən gələni edəcəyik. Bir mənalı şəkildə. Çox saf bir missiyamız var, çox gözəl, təmiz bir niyyətimiz var. Yəni bu niyyətin qarşısını almaq mümkün deyil. Amma indi Fərdə xanımla da onu müzakirə elədik ki, təbii ki, müəyyən bir razılığa gəlmək şərti ilə ortaq məxrəcə gəlmək olar. Yəni tam onlar dediyi kimi də yox, Fərdə xanımda bir balaca, yəni bir ortaq nöqtədə məncə hətta ortaq nöqtədə mənim dəyişəcəklər ortaq.
Hətta Nərmin xanım deyirlər ki, məsələn bu cür söhbətləri günün hansısa saatında məsələn etmək lazımdır. Psixoloqlar da deyirlər. Məsələn insan var ki, siz daha yaxşı bilirsiniz ki, Fəridə xanım. İnsan var ki, ona məsələn yemək yemədən yaxınlaşmaq olmaz. Yəni bu cür vəziyyətlər də var. Təbii ki, bunlar hamısı bir zarafatdır, amma işin ciddiliyinə varmaq lazımdır. Fəridə xanım, biz sizi başqa cür görmək istəyirik. Həmişə adət etdiyimiz kimi. Düzdür, Sağlam Radioda sizin hitlərinizi daha çox belə deyək səsləndiririk və o musiqilərdən biri səslənəcək proqramımızın sonunda. Mənə elə gəlir ki, o əhvalınızı dəyişəcək. Nə deyərsiniz sonunda bizim dinləyicilərimizə layihənizlə bağlı, gələcəkdə hər hansı bir layihələrlə bağlı? Sonda demək istəyirəm ki, insanlar mütləq ki, insanlar arasında dəstək tutmaq, bir əl tapmasalar öz yollarında, amma dəqiq bildikləri yollarında, bildikləri ki, bu ayrı bir yoldur, hər zaman bir Allaha şükür eləsinlər, həqiqətən də. O şükürdə, o Allahı tanımada onlar mütləq ki, dəstək tapacaqlar və növbəti gün o keçirtdiyin gündən o qədər gözəl olacaq. O qədər bir günün içində, əgər bundan qabaq səni 10 nəfər dəstəkləyirsə, inanın mənə, şükürdən sonra səni 1000 nəfər dəstəkləyəcək. Ona görə mən buna hər gün inanıram. O baxmayın mənə belə. Siz məni sabah görün. Siz məni sabah görün. Nərmin xanım artıq alışıbmı mənim bu emosional xəziyyətlərimə? Bəli. Sabah daha da güclü, daha da gözəl. Son olaraq demək istəyirəm ki, artıq sən birsən beyin mərkəzi olaraq üzvlər qəbul eləməyə başlayıbdır. İlk olaraq MG Consulting qrupu birləşib bizə və artıq bizim ofisdə həftənin 3 günü onlar həm bizim bütün layihələrin icrasında, bütün onun hesabatların verilməsində və s. iştirak edəcəklər və növbəti həftə 3 şirkətlə artıq partnyorluq sazişi imzalayırıq. Belə deyin, bəli, danışın. Bəli. Ona görə inşallah ki, yolumuz düzdür. Niyyətimiz təmizdir. Biz yenə də deyirəm. Nərmin xanım, Samirə xanım, bugün bax üçümüz bir-birimizə dərman olduq, bir-birimizə dəstək olduq. Hər zamanda insanlar bir-birinə dəstək olun, bir-birimizə inanın ki, söz var adamı həqiqətən də dağa qaldırar. Bəli. Söz var adamı dağdan. İgid də var ki, atdan düşə atlana. Gözəl, gözəl, gözəl. Təşəkkürlər. Mən təşəkkür edirəm. Nə yaxşı ki gəldiniz. İdeyalarınız həmişə bol olsun. Fəridə xanım, layihələriniz bol olsun ki, biz də sağlam təhsildə, ümumiyyətlə təhsil proqramlarında bunu məmnuniyyətlə işıqlandıraq. Çox sağ olun ki, gəldiniz. Nərmin xanıma təşəkkür edirəm. Nərmin xanım var olun hər zaman, hər zaman. Elə olduğunuz kimi dəyərli, səviyyəli, insan sevər, sənətini sevən, işıq saçan olun. Sən Birsən layihəsinin komandası idi. Bugün Sağlam Təhsildə təsisçi Fəridə Quluzadə və psixoloq, eyni zamanda Sən Birsən layihəsinin komandasının üzvü, öz psixologiyası ilə bağlı, belə deyək də psixoloji fikirlərlə bağlı bu layihədə də öz fikrini deyən söz sahibi Nərmin xanım Şahverdiyeva idi. Çox sağ olun ki, varsınız, gəldiniz. Proqramımızda maraqlı çıxış etdiniz. Belə, Sağlam Təhsildə idi, siz dostlar. Sağ olun, salamat qalın.